prezident Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Ondan sonra da ölkə başçısı seçildi. Həmin gündən də bizim uğurlarımız başladı. Bugünkü günə qədər hər zaman Cənab Prezidentin ətrafında addımlayaraq biz də idmanda olan bütün uğurları, bütün nəticələri qazandıq. Dövlətimiz tərəfindən də bu nəticələrə uyğun olaraq qiymətləndirildik və bu gün də qiymətləndiririk. Ancaq buna kimlərsə nəsə fikirləşməsin. Çünki biz bu Azərbaycanda doğulub, bu Azərbaycanda formalaşmış və yerli Azərbaycan evladıyıq, Türk evladıyıq və bu vətəndə böyümüşük, bu vətəndə doğulmuşuq, bu vətəndə də öləcəyik. Ona görə bizim tutduğumuz yol idman yoludur, bizim tutduğumuz yol bayraq yoludur, bizim tutduğumuz yol Azərbaycan himninin səsləndirmə yoludur. Ona görə hər birinizə təşəkkür edirəm ki, bu bayrağımızı, vətənimizi, dövlətimizi sevərək bu yolda addımlamağa davam edirsiniz. Mən də sizlərlə bərabər olaraq addımlayacağam və sizlərlə bərabər olaraq bu idman yolunu davam etdirəcəyik. Çünki bu idman yolunda üç rəngli Azərbaycan bayrağının dalğalanması var və insan üçün də həyata gəlirsə, bundan böyük heç nə yoxdur və bundan böyük heç nə də ola bilməz. Çünki ona görə ki, insanda olanda sevgi, adi insanın balaca bir evi olur, bir əşyası olur, bir maşını olur. Nə qədər sevir insan onu. Ancaq gör, bizim nə boydan Azərbaycanımız var, nə boydan vətənimiz var. Əlbəttə, bu vətən sevgisindən həyatda böyük heç nə ola bilməz. Çünki xırda bir şey olursa, sən sevirsən. Baxır, çıxırsan, bağırırsan, bayrağın var, sevirsən. Sonra himnin səsini eşitsən, sevirsən. Sonra Azərbaycan torpaqların gəzdikcə sevirsən. İnsan formalaşdıqca, böyüdükcə, uğur qazandıqca vətən sevgisi insanda biraz da çoxalır. Biz elə bilərdik ki, vətən sevgisi uşaqlıqda ana laylaçı sənə deyərkən, evdə sənə şeir oxuturarkən gəlmir. Vətən sevgisi insanın qəlbində yaranır və ölənə qədər də o davam edir. Ona görə həmişə biz qəzəllərdə, şeirlərdə eşitmişik, vətəndə öləsən, vətəndə doğulasan. Bunlar boşdan yazılmıyor. Bunlar həqiqi duyğuları şairlərimiz, yazıçılarımız qeyd edir. Ona görə vətən sevgisi elə bir amildir ki, ondan ayrılmaq mümkün deyil. Ondan o zaman ayrılırsan ki, bu həyatdan köçürsən. Çünki insan yaşadıqca, həyatı başa düşdükcə, vətəni sevdikcə, biraz da başa düşürsən ki, vətən sevgisi nə deməkdir? Hansı anlayışı əldə edir və vətəndən gözəl həyatda ikinci şey yoxdur. Çünki hər şey balacadan da vətən böyüdür. Vətənin ərazi bütövlüyü var. Hələ biraz da tarixlərimizə geçsə bizim vətənimiz biraz da çoxdur. Gedib çıxırıq Hindistana qədər. İndi daha hər şeyi danışmaq istəmirəm. Hindistana qədər Azərbaycan vətənidir. Hələ biraz da ürəyimizdə sevgi böyüsə gedib çıxacaq Altaylara. Biraz da böyüsə gedib çıxacaq Çin səthinə. Ona görə vətənimiz bizim həddindən artıq böyüdür və bu vətən sevgisini sevmək üçün də Azərbaycanın gəncləri həqiqi mənada ruhla böyüməlidirlər, inkişaf eləməlidirlər və bu sevgini də özlərində daşıyıb gənc nəsillərə ötürməlidirlər. Ona hər birinizə uğurlar arzu edirəm. Fəxri müəllimdə, Araz müəllimdə və görürsünüz Araz müəllim özü para formasını geyinib, Fəxri müəllimlə bərabər uşaqların inkişafına addım atma, ruh vermək üçün o formanı əyninə geyinmişdi ki, hər kəs görsün ki, idmanın cavanı, qocası yoxdur və gənc, biraz, necə deyərlər, idman sahəsindən yaşı biraz keçmiş adam, fərq yoxdur. İdman hər zaman var, həyat davam edir və siz də bizim Azərbaycan gəncliyisiniz və sizlər isə Azərbaycan öz, necə deyərlər, bütün iqtisadiyyatından tutmuş, idmanından tutmuş, bütün, necə deyərlər, inkişafları sizlər isə buyurun. Ona görə siz Azərbaycanın ən sağlam gənclərindənsiniz və ən sağlam gənclər də o deməkdir ki, ən sağlam Azərbaycanın ən sevimli olan, ayrılmaz olan bayrağını dalğalandırırsınız. Ona görə sizin hər birinizə uğurlar arzu edirəm. Fəxri müəllim, siz də başda olmaqla hər birinizə qabaqdan gələn bütün çempionatlarda iştirakınızı gözləyirəm. İndi bizim idmançıların balaca bir klubun idmançılarıdır bu. Ancaq idmançılarımız çoxdur, həm də bildiyiniz kimi yay tətilidir. Biz və idmançılarımız hər gün, hər həftə, hər həftədən bir, hər dəfə bir klubda oluruq. Bundan qabaq Araz müəllimin klubunda olmuşduq və orada qəşəng Araz müəllimlə bərabər idmançılarımıza baxdıq. Hətta tort da yedik, çay da içdik və o kluba da uğurlar arzu etdik. Çünki o klubun
yetişdirməsi və klubun daşıyıcısı, özü dəfələrlə dünya, Avropa çempionudur. Biz inanırıq, o klubdan da böyük idmançılar çıxacaq və Azərbaycan üçün dəyərli idmançılar olacaq və bu ənənələrimiz davam edir. Fəxri müəllimlə də indi Allah qoysa, bu mən dediyim keçiddən eləyək. O yarış bir vers götürün, bir vers, o dərnəsə 2 verslərəm olar. Birinci ilk olaraq bir vers götürək, həm də bura hər həftə toplaşanda bir maraq olsun. Çünki bu hər həftə toplaşdığın bir nəticəsi çıxsın ortaya ki, biz nə üçün bu məşqləri edirik. Onlara hər üzrə uğurlar arzu edirəm. Uğurlar olsun. Harikayla.